Başla Elmir. Sən başlama səni. Bugün kanalımızın qonağı Elmirdir. Əskərində son günlər qalıb. Bizim xatirə videosu çəkir. Ağlama. Yox, mən deyim mən kim. Maman qurban. Yox, mən en açım dayanacam. Qaydaq öz işimizdə. Deməli, Tiniz yoldan göbələk sifariş vermiş əşməyə. Pulumuz çox idi, bilmədik hara xərcləyək. Dedik göbələk alaq. Amma sağlıq əsasında. Ata sən çıxdın dayanamadı. Saxla da çıxır. Başqa bir. Bugünkü qonağımız Elmirdir. Elmir, xoş gəlmisən Xoş kanalımıza. gördük, salam. Həmişə sən gələrsən. Çox sağ olun. O gün olsun biz sən kanalına qonaq gələk, əgər kanalın olsa. Bugün kanalımızın qonağı Elmirdir. Elmir, xoş gəlmisən Xoş kanalımıza. gördük, salam. Elmirə ekskluziv olaraq göbələk sifariş vermişəm Türkiyədən. Bu göbələyi özümüz becərdik, özümüz əkməliyik. Hazır gəlir belə. Deməli, gələndən sonra 15 gün bağlı qutuda qalmalıdır. 15 gündən sonra korobkasını asmalıyıq, sulamalıyıq, yetişməlidir. Yəni istifadə qaydasını izah edəsən. Oxuyum da. Tanış olun. Əslində biz bunu sifariş verəndən sonra araşdırma aparmışıq ki, Azərbaycanda bundan satırlar. Yəni sizə məsləhət görərəm ki, Azərbaycandan alın. Türkiyədən həm biraz baha gəlir, çəkisi də çoxdur. 1 kilo 300-dür ya 400-dür çəkisidir. Kargo pulu da səhv eləmirəmsə 14 manat eləmişdi. Öz qiymətindən yəni Trendyoldan gedib baxa bilərsiniz. Yəni almaq sərf eləmir. Deməli belə. Bu sifariş veriləndə sən də dediyin kimi 15 gündə, yəni bu formada qalmalıdır, qaranlıq otaqda, işıq görməməlidir. Sonra 8 gündən sonra bunu arada çıxardıb 2 saat gündə havalandırmaq lazımdır. Yəni əlindən tutub gəzdirmək lazımdır bir sözlə. Hə, çıxsan gəzməyəcək. Bunda olduğu mühit 20-22 dərəcə qalmalıdır. Yəni 15 gün tamamından sonra götürürük, yumru kəsirik bunun burasını. Bizdə 15 gündən çox olur. Yalan olmasın bir 20 gün olar. 20 gün olar almışıq, vaxt eləmədik videosunu çəkməyə. Tam hazır. Bizdə bunun sizin üçün yəni part 2, part 3, part 1 elə bir şey olmayacaq. Videonu harasa bir ay çəkiləcəkdir bu. Hər gün müşahidə olunmalıdır. Necə bitdi, nətər oldu, hamısını sizə göstərəcəyim. Siz amma hazır 5 dəqiqəlik videoya baxarsınız. Biz bir ay əziyyət çəkəcəyik. Deməli, harasından nətər kəsirik bunu? Deməli, yumru kəsirik bunu belə. Peki kvadrat kəsək. Belə göstərim. Peki bir dənə kloku da kəsilməli, yoxsa yox? Yox, klok kəsilməsin, kardon sadəcə. Buna bir dənə qapı açın bunu. Mən inanmıram ki, klok kəsilməsin. Gəzməyə rahat apılır biləsən. Birinci özüm baxım. Aha. Baxa bilərsiniz. Qapı düzəltmişəm. Biz də baxaq da. Hə, şey, formasını alıb. İndi bir dənə xətt kəsəcəyim, buradan inəcəyim. İndi deyir ki, təmiz bıçaqla da, yəni bakteriya olmasın üstündə, bir dənə belə düz xətt kəsmək lazımdır. Bir dənə zəhmət olmasadan spit verərsiniz. Bağışlayırsa da əziyyət verilir. İzli say. Deməli, bunu spirtlə təmizləməliyik. 3-4 sm deyə belə kəsik atmalısan ortadan. Ortadan, deməli, belə. Ortada kəsdim. Nə kəsdin? Bunu sulayacaqsın, yoxsa? Bunu deyir əslində su vurmalı deyilsən. Prosta Amma su da vura bilərik. araşdırmalarda, bütün videolarda görmüşük ki, yəni Nə vuracaqsın, yoxsa yox? Hətta bu ortadan belə vur. Bu yetişməyə başlayanda mütləq gündə 2 saat yox, müddətini biraz qaldırmaq lazımdır ki, yarpaqları tez böyüsün. Yoxsa böyümür, elə ki, xırda qalır. Yenə məlik gündə? Hava çox hava dəyməlidir. Elə ki, 15 günlük müddətində deyirdi ki, gündə 2 saat çıxart, belə bağlı saxla. Amma indi işıq da görməlidir və hava da almalıdır ki, böyüsün. Yoxsa xırda-xırda qalır. Bugün yağış yağır, çölə çıxardamayacağım. Havalar düzəlsin, əlindən tutub apar gəzdirəcəm onu, qəşəng hava alsın. Görək nə olur. Yəni otaq temperaturu da 18-20 dərəcə olmalıdır. Pulunuzun qədrini bilin, belə şeylə sifariş verməyin.
Biz sifariş verək, siz də baxın, izləyin. Bu qədər. Deməli 15 gün, 20 gün çəkəcəkdir bu bitməyir. Bəlkə daha çox. Elə adam var ki 15 gündən sonra elə xırda çıxır. Baxacağım da nə vaxt yetişsə videosunu çəkəcəyim. Onsuz bu videonun dalınca qoyacağım. Bir yerdə olacaq hamısı. Sizlə sağollaşırıq. Yox, yazda sizlə sağollaşmıram. Elminlə sağollaşıram. Elmin çox sağ ol. Bəlkə bu videonun axırında sən burada olmadın, əsgərlikdə oldun. Bəli, həyatda iş olur. İzləyicilərimizlə də sağollaş, halallaş. Haqqın qalar üstlərində birdən, haqqlarını halal eləsinlər, sağ-salamat keçsin. Sizdən xahiş edirəm, haqqınızı halal eləyin. Oldu, sağ ol Elmi. Siz sağ olun. Sağ ol, salamat. Maman qurbanı. Göbəklərin bitməyinə inanmırdım. 5 gün keçib bu vəziyyətdədir. Bu gündən hər gün çəkəcəm, dəyişikliklərə baxarsınız. Bugün 6-cı günüdür. Dünənlə bugün arasında fərq çoxdur. Yuxarıda olan hissələri nəsə inkişafdan qalıb, paket bağlı idi, yəqin sıxıb o qoymayıb. Burada qıraqda da balaca bir dənə stəgə çıxır. Yenə sulayıram, sabahı göstərəcəm sizə. Bugün göbələyimizin 7-ci günüdür. Çox böyük dəyişiklikləri var. Bu göstərdiyim kimi bu hissəsində inkişaf dayanıb. Çünki paketi var idi. O icazə verməyib böyüsün. 7-ci günüdür bugün. Dəyişikliklər çox böyükdür. Baxa bilərsiniz. Fərq çoxdur. Burada da bir dənə balaca göbələyimiz çıxır. Görürsünüz burada. Balacadır. Bugün bunu da sulayacağım. Hər gün sulayıram. Başqa iş eləmirəm. Elmas sula. Ne oldu ya? Sulayamadın. Gel sen saklan, ben sulayayım. Elma sulaya bilmədi, gücü çatmadım. Özüm sulayacağım. Artık gücün çatırıyor ama. Gücün çatmadı da bunu. Artık eləmədim də gücün çatırıyor. Göstər matematik ilə bax. Artık bax. Baxın. Divarıyla. Suladım. Bax görsən. Gördün. Bugün 8-ci gündür ki, göbələyi yetişdirdik. Göbələk həddindən artıq çox böyük, yeməlidir. Bugün də bunu kəsib yeməsək, sabaha quruya bilər bu. Bu gördüyünüz buraları, yəni videolarda gündəlik çəkmişəm, onları göstərəcəm sizə, yəni görəsiniz də. Bu hissələri quruyub, inkişafdan qalıb, paket qoymayıb böyüsün, inkişafdan qalıb bu. İndi bunu kəsirik, pişirək, yeyək. Əgər ölməsək, videosunu paylaşacağım. Arasından kəsirik. Sən bunu belə kəs də. Burasını kəs. Yəni deyilənlərə görə 2-3 dəfə bu təzədən böyüyür, yəni kəsəsən İnanmıram bir bu də böyüyür. böyüyə. Bunu kəsək görək nə olur. Elə bir şey olsa çox paylaşma olar. Bu göbələyin vəziyyətidir. Ne geçek göbelek. Burada göbeleğimiz var. Bunu işte ondan koyuyoruz. Bunu yeni sulayacağım da. Sulayarak şöyle yetişir yetişmiyor. Bunları doğrayalım. İki geçersin ha. Yaşı yaxşı yoxdur.
YouTube-da axtarış elədik. Bunu necə yetişdirmək lazımdır, heç bir məlumat tapa bilmədik. Əslində əsas bir şeymiş. Bir dənə torkunu kəsirsiniz, gündəlik suluyorsunuz. 4 gündən, 5 gündən sonra başlayır yetişməyə. 2 gün, 3 gün ərzində də tam böyüyü yeyilməli olur. 8-ci günündə yeyilməli idi. Göbələyimiz hazırdır, pişdi. Qablara indi bunu çəkək, yeyək dadına baxaq. Ölməsək dediyim kimi videomu paylaşacağım. Amma görünüşü çox süperdir. Dad da yəqin yaxşı olar, çünki özüm pişirmişəm deyə tərifləyəcəm. Nə qəşəng göbələklər. Söndürüm altına hazırdır da. Qalanlarından sonra pişirək. Elmir, özüm pişirmişəm deyə özüm dadına baxmıyorsam. Sən dadına bax gör necədir. Bunu isteğe göre çok kızartma da bilərsiniz. Mən çox kızartmışam, belə xoşlayıram. bilinir. Dadına bax. Ömərə, Hadi ye görək nə olur. pişir. Mən pişirmişəm də. Yəni burada başqa söhbət ola bilməz. Bir dənə qaldı ölməməyimiz. Dadı qəşəngdir. Dadı qəşəng yəni belə. Yemək olar. Göbələyin bəlkə dadı pisdir. Mən pişirmişəm deyə dadı qəşəngdir. Adam nə qədər özünü tərifləyir. Özümdə baxmır dadına. Mən bilmirəm. Dadı nə tər idi? Eyvallah. Bu pula dəyməz. Amma Amma yoxlamaq qəşəngdir. olar. Bir dəfə yoxlamaq olar. Kimin nə sualı olsa şərhdə yazsın, hamısını cavablandıracağam. Bəli. Yetişdirməklə bağlı. Olduğu özünüzə yaxşı baxın. Kanala abunə olmağı unutmayın. Ən Sağ əsas. olun. Sağ olun.